Ya Allah, ziyaretlerimizin, ibadet itaatlerimizin kabulluğuna İmam Hüseyin Kazım Aleyhisselam'ın ve İmam Zavad Aleyhisselam'ın pak ve müteher ruhuna salavat zikreleyek. Şükürler olsun Allah'a ki Irak erazisinde olan ilk ziyaretimize geldik sattık. Bu mübarek harem, bu muhteşem harem 7. imamımız İmam Hüseyin Kazım Aleyhisselam'ın ve 9. imamımız İmam Muhammed Tekke Aleyhisselam'ın mübarek kabirlerinin haremidir. Allah'a bin şükür olsun ki, Allah'a hamd olsun ki Allah Teala bizlere iki imamın da mübarek kabirini bu yerde ziyaret etmeyi bizlere nasip edildi inşallah. Bu yer Irak'ın Bağdat şehrinin Kazımeyn məntəqəsidir. Diqqətlə qulaq asın. Irak'ın Bağdat şehrinin Kazımeyn məntəqəsidir. Bağdat Irak'ın paytaxtıdır ki, burada Kazımeyn şəhəridir, Kazımeyn məntəqəsidir və burada İmam Musa Kazım Aleyhisselam'ın və İmam Zavad Aleyhisselam'ın dəfn olunduğu bu torpaqlardır ki, biz bu yerə ziyarətə gəlmişik. İmam Musa Kazım Aleyhisselam 7. imamımızdır və 9. məsumdur. Bilirsiniz ki 14 məsum var, 12 imam var. Və bu imamlar 14 məsum içərisində 7. imam və 9. məsum imamımızdır ki, adı İmam Musa Kazım Aleyhisselam'dır və İmam Musa Kazım Aleyhisselam o şəxsdir ki, bugünkü gündə olan neçə seyidlərin kökü hamısı gedir, şəcərəsi gedir, İmam Musa Kazım Aleyhisselama bağlanır. Ki Azərbaycanımızda da nə qədər seyidlər var ki, İmam Musa Kazım Aleyhisselamın nəslindən gəlirlər. İmam Musa Kazım Aleyhisselam 12 imam içərisində yeganə imamdır ki, ömrünün 11-12 ilini bəzi tarixlər yazır, 9 ilini isə bəzi tarixlər yazır ki, zindanda, Harun Ər-Rəşidin zindanında həbs həyatı keçirdi. Allah Harun Ər-Rəşidə əbədi lənət eləsin inşallah. İmam Musa Kazım Aleyhisselam zindanda ola da ibadetinden, itaatinden, namazından heç vaxt qafil olmuyor. Yani heç vaxt ibadetinden əl çəkməyib. İmam Musa Kazım Aleyhisselam hətta yazırlar ki, zindanda olanda Harun Ər-Rəşidin zindanı bizir idi ki, həmin o zindana yuxarıdan aşağı baxardılar. Dərin bir quyu kimi qazmışdılar, onu zindan eləmişdilər və çox dar bir yer idi. İmam Musa Kazım Aleyhisselam o yerdə, o balaca zindanda əllər, ayaqlar zəncirdə ola-ola, boynuna zəncir bağlanmış halda da namazından, ibadetinden, itaatinden, Allahla rabitəsindən əl çəkməzdi. Hətta bir gün yazırlar ki, Harun Ər-Rəşid zindana yuxarıdan baxırdı. İmam Musa Kazım Aleyhisselam namazın səzdəsini o kadar uzadardı ki, Harun Ər-Rəşid deyərdi ki, gedin İmam Musa Kazım Aleyhisselam'ı yoxlayın, deyəsən səzdədə dünyasını dəyişir. O kadar uzun uzadardı namazının səzdələrini. Və İmam Musa Kazım Aleyhisselam zindanda olan vaxtı Harun Ər-Rəşid axır İmam Musa Kazım Aleyhisselam'ın axır günlərində məclis təşkil edir. Həmin o məclisdə bir şair var idi, Əhl-i Beyt şairi idi. İmam Musa Kazım Aleyhisselama böyük məhəbbəti var idi. Həmin vaxtı Harun Ər-Rəşidin məclisində olanda həmin o şair çıxdı, bir neçə beyt şeir dedi. Və şeir deyəndən sonra Harun Ər-Rəşidin xoşuna gəldi bu şeir. Dedi, ey şair, nə diləyin var, nə istəyin var, istə məndən. Həmin vaxtı həmin o şair dedi ki, ey Harun Ər-Rəşid, mən istəyimi istəsəm, sən mənim istəyimi onsuz da həyata keçirməyəcəksən. Dedi, yox, nə istəyirsənsə, istə, həyata keçirdəcəm. Dedi, istəyirəm ki, Peyğəmbər balası, xanım Zəhranın balasını zindandan azad edəyəsən. Harun Ər-Rəşid bu sözü eşidəndə çox narahat oldu. Çünki məclisdə cəmaatın qarşısında sözü deyib, gərəkdir ki, buna əməl eləsin. Harun Ər-Rəşid dedi ki, sənin istəyin qəbuldur. Dedi, şair dedi, onda mənə bir kağız üzərində qələmlə yaz, öz möhrünlə təsdiq elə ki, zindanban məndən sözü şifahi qəbul et.